Hamıya salam. Bugünkü mövzumuz match funksiyasıdır. Match funksiyası adından da məlum olduğu kimi uyğunluq funksiyasıdır. Ümumiyyətlə match funksiyasının əsas istifadə məqsədi nədir deyə soruşsaq, belə deyə bilərik ki, match funksiyası sözün axtarılan sahədə neçənci sırada yerləşdiyini tapır, nəticə ədəd şəklində də qaytarılmış bizə olur. Ümumiyyətlə match funksiyasına görə sintaksisini göstərmək üçün gəlin funksiyanı yazaq, onun üzərində izah edək. Match funksiyasında birinci sintaksisdə çıxır axtarılan qiymət, yəni lookup value. Axtarılan qiymət nədir? Bizdə burada ümumi olaraq match funksiyasına baxaq. Match funksiyasını yazdıq. Bizə nə verilib? Birinci axtarılan qiymət. Axtarılan qiyməti biz harda axtaracağıq? Bir cədvəl verilib, value verilib, position number verilib. Axtarılan qiymət həmişə bu value hissəsində olacaq. Niyə? Çünki biz bura hər hansı bir məlumat və datanı yazıb, position number da onun hansı sırada olduğunu bizə göstərəcək. Çünki bayaq da dedik ki, nəticə ədəd şəklində bizə qaytarılmalıdır. Gəlin axtarılan qiymət olaraq buranı seçək. Daha sonra isə axtarılan massiv. Axtarılan massiv lookup array'dir. Axtarılan sahədir. Həmin sözün və ya dəyərin hansı sahədə, sətir və ya sütunda axtarılacağını təyin edirik. Ümumiyyətlə, biz bu sahəyə ya bir sətir, ya da bir sütun ötürə bilərik. Bir neçə sətir və bir neçə sütundan ibarət olan sahəni ötürə bilmərik. Bu hissəni götürdük. Vergülü atırıq. Və bizim əsas məsələmiz ona çıxır match type. Match type-da opsional arqumentdir, 3 seçimə malikdir. Kiçikdir, tam eynidir, böyükdür. Birinci biz tam eynini izah edək, daha sonra digərlərini də izah edərik. Enan xətası verdi, çünki burada içinə yazmamışıq. Burada yazaq Misir. 6-cıdır. Göstərir burada 6-cı olduğunu. Yəni, Misir neçəncidirsə, onun sıra nömrəsini dəyişmədən tam eyni formatda bizə onu verir. Məsələn, yazaq Argentina. 9-cu. Argentina 9-cudur. Həqiqətən də düzdür. Gəlin, bu cədvəldə olmayan bir məlumat yazaq. Baxaq, nə verəcək cavab olaraq. Enan xətasını verir. Çünki Bakı sözü bu cədvəlimizdə yoxdur, elə deyil. Tam eyni olmadığı üçün enan xətasını vermək normaldır. İkinci olaraq keçirik match-in 1-nə olan funksiyasına. Burada deməli əsas məqsəd nədir? Gəlin match-i yenidən yazaq. Match-i yazandan sonra burada da qarşımıza axtarılan qiymət çıxır, elə deyil. Bizdə buradakı əsas məsələ nədir? Datasetdəki rəqəmlər mütləq artan sırayla burada düzülməlidir. Baxın, 100, 200, 300, 400, 500 görürsünüz, artan sırayla bunu düzmüşük. Axtarılan dəyər varsa, onu bizə tapmış olur. Axtarılan dəyər yoxdursa, ondan kiçik olanlar içərisində ən böyük olanı seçir və onun neçənci olduğunu bizə nəticə olaraq verir. Gəlin yenə yazaq. Match funksiyasını yazdıq. Bu hissəni seçdik. Vergül atdıq. Axtarılan massivi seçdiririk. Daha sonra isə bizə kiçikdir götürürük. Bircə dəqiqə. Kiçikdiri götürürük. Enan xətasını verdi. Çünki biz bura heç nə yazmamışıq. Bura yazaq məsələn 200. Göstərir ikincidir. Düz göstərirdi. Deməli funksiya işləyir. 900. Funksiya 9-cudur. Amma gəlin burada olmayan bir rəqəm yazaq. Məsələn 890. 898-cidir. Niyə? Çünki bu cədvəldə 890 yoxdur da gördüyümüz kimi. Amma bizdə nə var bayaq dediyimiz şərt? Yoxdursa, ondan kiçik olanlar içərisində 890-dan kiçik olanlar içərisində 890-dan kiçik olanlar hansılardır? 800, 700, 600. Baxın, bu yuxarı hissə kiçikdir. Olanlar içərisində ən böyük olanı götürür. Yəni 800-ün özünü götürür, sırada 8-dir. Baxırıq ki, düzgün nəticə verir. Deməli, funksiya işləyirmi? İşləyir. Gəlin başqa şeylər yazaq. Məsələn, 90 yazaq. Enan xətasını verir. Çünki bu funksiyaya uyğun deyil artıq. Burada düzgün işləməyinə mane olacaq. Bəs 190 yazsaq necə? Birinci olacaq. Bayaq dediyimiz kimi, funksiya artıq normal bir şəkildə işləyir. Daha sonra keçək match -1-ə. Match -1-də olanda necə olur? Burada mütləq datasetdəki rəqəmlər azalan sırayla düzülməlidir. Ümumiyyətlə, bu funksiyanın match typeları əsasən rəqəmlə verilmiş datalar üçün işləndiyi üçün mən də burada rəqəmlə yazmışam. Və rəqəmlə olanlarda daha rahat tətbiq olunur.
Fikir versiniz əgər. Burada deyirik ki, məlumatlar azalan sırayla düzülməlidir. 1000, 900, 800, 700, 600 bu şəkildə yazmışıq da cədvəl formasında, elə deyil. Gəlin yenidən match funksiyasını bura tətbiq edək. Axtarılan qiymət fəal edin. Vergülü atırıq. Axtarılan massivi yenə də seçdiririk və -1 yazırıq. Yazdıq. Enterə basırıq. Gəlin buraya yazaq məsələn, bircə dəqiqə. 700 çıxacaq 4-cü. Düz çıxır. Yazaq məsələn 800 3-cüdür. Düz çıxır. Gəlin burada olmayan bir şey yazaq. Axtarılan dəyər varsa burada da onu tapır. Yoxdursa da ondan böyük olanlar içərisində ən kiçik olan dəyərin neçənci olduğunu tapır. Məsələn 870 yazaq. Baxaq bizə nə verir. İkinci verəcək. Niyə ikinci verdi? 800-dən 70 burada neçədən rəqəm var? 2 rəqəm var. 900 və 1000. 900 və 1000 ilə müqayisə etsək əgər bunu, hansı daha kiçikdir? 900. 900 də ikinci sırada yerləşdiyi üçün normal olaraq bizə sıranı gətirib vermiş oldu. Məsələn, başqa bir forma yazaq. Deyək ki, yazırıq 450. 450 niyə altını bizə göstərəcək? Baxır, görürsünüz, burada 6 çıxanda avtomatik olaraq burada da artıq bunu seçdirmiş formada oldu 6. Niyə 6 çıxacaq? 450 bu cədvəlimizdə yoxdur da, elə deyil. Əgər yoxdursa, ondan böyük olanlar içərisində 450-dən böyük olanlar 500, 600, 700, 800 bu sırayla yuxarı gedir də, elə deyil. Bunlar içərisində ən kiçik olanı seçir. Yəni 500 seçəcək. 500 də 6-cı sıradadır. Ümumi olaraq dərsimiz bu qədər idi. Ümumiyyətlə funksiyanın əlavə sintaksinə baxmaq lazımdır ki, funksiyanın nəyə görə işlədiyini anlaya bilək. Match-in sintaksisində birinci axtarılan qiymətdir, yəni VLOOKUP value-dir. Axtarılan qiyməti buradan seçdiririk. Daha sonra isə axtarılan massivdən gedir söhbət. Axtarılan massiv verilmiş bizə cədvəldir, datadır. Fərqi yoxdur. Buna deyirik lookup array. Daha sonra isə match type. Ən önəmli olan hissə budur. Match type-a görə biz seçəcəyik ki, biz hansı nəticəni eyni-mi istəyirik, böyük-mü istəyirik, kiçik-mi istəyirik. Ümumi olaraq bu prinsiplə işləyir bizim funksiyamız. Gələn dərslərimizdə də match ilə VLOOKUP-ın keçən dəfə keçdiyimiz dərsin birlikdə kombinasiyasına baxacağıq.